Paytaxtda kirayə mənzillərin qiymətində artım müşahidə olunur. Belə ki, kirayə mənzil axtarışında olan şəxslər köhnə binalarda əvvəllər ayı 400 manata təklif olunan bir otaqlı ev tapmaqda çətinlik çəkirlər. Əksər evlərin kirayə qiyməti isə 500-600 manatdan başlayır. 400 manata ev tapılmır. Yəni 500-600 manatdan yuxarıdır. Köhnə binada, təzə binalarda çox bahadır. 700-800. Qohumumuzun üstə girdiyi üçün ev axtarır kirayə və 400 manata bir otaqlı o köhnə tikililərdə ev tapa bilmirəm. Əmlakçılar deyir ki, ən çox tələbat şəhər içi və metro stansiyaların çıxışında olan evlərədir. Son günlər isə demək olar ki, ucuz kirayə mənzil yoxdur. 450-500 manata bir otaqlı ev tapa bilmirik. Yoxdur. Mənə də müraciət edənlər çoxdur. Son bir ayda 80-100 manat civarında qiymət artımı müşahidə olunur. Köhnə binalarda 300, 350, 400 manata ev axtarmaq mümkün deyil. Əvvəl gəl bizə yazdırırlar 400 manata, köhnə binalardan söhbət gedir. Vallahi indi elə yoxdur. Yeni tikililərdə də artım var. Bəli, onlarda da 50-100 manat artım var. Əmlak üzrə ekspert Elnur Fərzəliyev deyir ki, son zamanlar paytaxtın müxtəlif ərazilərində aparılan söküntü işləri ucuz kirayə mənzillərin bazardan çıxmasına səbəb olub. Eyni zamanda söküntü zamanı evləri sökülən şəxslərin də kirayə mənzil bazarına üz tutması qiymətlərin artımına səbəb olub. Sökülən hər köhnə çoxmənzilli yaşayış binalarının yerindən yeni tikili binalar inşa olunduqsa, yeni tikili binalardakı mənzillərin kirayə qiymətləri köhnə tikili binalardan demək olar ki, 2 dəfəyə qədər daha baha qiymət təklif olunur. 2040-cı ilə qədər paytaxt Bakı şəhəri baş planda əks olunmuş formada olacaq. Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxt Bakı şəhərində mövcud mənzillərin həm satış, həm kirayə qiymətlərində ciddi artımlar baş verəcək. Elnur Fərzəliyev həmçinin bildirdi ki, yeni binalarla yanaşı köhnə binalardakı mənzillərin qiymətində də sürətli artım var. Bu da öz növbəsində kirayə mənzillərin qiymətinin artmasına gətirib çıxarır.